Mən müsəlmanam deyib namaz qılmayanların vay halına, vay halına. Əvvəla cəhənnəmli olacaqlar. Allah subhanət hələ Quranda deyir, məsələkəkum fissəqar, qalu ləm nəkum minən musallin. Onlardan soruşacaqlar, cəhənnəmə niyə düşmüsünüz? Deyəcəklər, biz namaz qılmırdıq. Bu bir. İkincisi, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ilk soruşulacaq namaz olacaq. Yoxdursa, o bir əməllərə baxılmayacaq. Cəhənnəmli olacaq. Rasulullah sallallahu aleyhi ve sellem namazı hər şeydən çox sevirdi. Ölüm yatağındadır. Yarım saatdan sonra vəfat edəcək. Pərdəni çəkir, ümmətinə əs-salə, əs-salə deyə son vəsiyyətini edir. Namazınıza diqqət edin, namazınıza. Nə oruz, nə zəkat, nə həc, bunu yox, xüsusilə namazı qeyd edir. 3 gün ölüm yatağında qalır. Ölüm yatağındadır, tərpənə bilmir. Sahabəsini çağırır, 2 sahabəsini, Əli və Abbas radiyallahu anh. Hərəsi bir qoluna girir və onu cəmaat namazına aparır. Ayaqlarını yerə qoya bilmir, ayaqlarını sürütləyir yerinə. Amma gedir cəmaatla namazını qılır. Göstərmək üçün ki, namaz hər şeydən mənim üçün sevimlidir, əzizdir.